Yasamaldaki evimizi satıp villa tikirik. Part 1. Və keçək əsas məsələyə. Burada etdiyimiz səhvləri gördüyünüz kimi villamızda etmək istəmirik. Nədən başlayım, hardan başlayım, yerin əyriliğindənmi, ya materialın keyfiyyətsizliyindənmi, hər nəysə. Evdən çıxmamış sizə evimizi göstərib, daha sonra keçid etmək istəyirəm torpağımıza. Bu torpağı almaq üçün düz 3 ayda axtarışdaydıq. Sonunda şəhərə yaxın olan və trasa 100 metr məsafədə yerləşən münasib qiymətə torpaq tapdıq. Torpağı aldıqdan sonra ilk işimiz redizayna getmək oldu. Günlərlə gedib gəldikdən sonra interyer dizaynı tamamladıq və sonra başladıq torpağı tikməyə. Ümumiyyətlə mən düşünürdüm ki, torpağı aldıqdan həmən sonra evi tikə bilərik. Heç demə bunun 1 aylıq, 2 aylıq periodu var imiş, icazəsi var imiş, icradan icazə, işıq, elektrik xəttinin tamamlanması falan. O qədər məni yordu ki, düşünürdüm ki, biz başlaya bilməyəcəyik. Amma çox şükür ki, başladıq və budur nəticə. Evin tikilişi düz 1 həftədir başlayıb ayın 21-dən və artıq bu mərhələyə gəlib çatmışıq. Turalın və qaynatamın dediyinə görə iş 2 aya tamamlanacaq. Bu arada qeyd edeyim ki, qaynatam proravdır. İşin professionallarına, yəni Turala, redizayna və qaynatama həvalə etmişəm. Part 2-də isə nəyə nə qədər pul xərclədim, hər birini detallı şəkildə bölüşəcəm. Çünki bu evi tikmək üçün cəmi 100 min manat büdcəmiz var. Allah hər kəsə arzularına çatdırsın və 6 ildə arzuladığım evi sonunda tikirik. Yasamaldakı evimi satıb villa tikirəm part 2. 100 minə tikə bilməyəcəksiniz mesajlarından sonra depressiyaya düşmüşdüm ki, qaynatam dedi, narahat olma bala. Elə bu anda Abşeron Ticarət Mərkəzindən belə bir mesaj aldım. Burada deyirlər, adamın işini Allah düzəltsin. Və gəldim qaynatama şirinlik etdim. Bak çok Dedim dur getdik. Gəldik Abşeron Ticarət Mərkəzinə. Yaxınlaşdıq ofisə. Lazım olan malları dedikdən sonra ərazisinə baxış keçirdim. Maşallah 300 hektar ərazisi var və biz buradayıq hal-hazırda. Və getdik armaturumuzu seçməyə. Mən buranın bu qədər geniş və demək olar ki, hər şeyinin olmasından xəbərdar deyildim. Hətta içərisində avtovağzal da var imiş. Gəlirsiniz, alış-verişinizi edirsiniz, gedirsiniz. Gəldik, armaturumuzu seçdik, aldıq, getdik torpağımıza. Maşallah 10 günə artıq bünövrəmiz hazırdır. Və bu boşluğu da nə üçün olduğuna gəldikdə isə dizaynda divanı belə verdik. Əminəm ki, tək-tük evlərdə var bu dizayndan. Nə qədər çətin olsa da 8 il öncədən seçmişdim və demişdim ki, bir gün mütləq mənim də evimdə bu olacaq. Armaturlarımızı da vurduq, bitdi. Davamı part 3-də. İllər öncə bağ evim olsa qurban kəsəcəm demişdim. Gün bugündür deyib qurbanımızı aldıq. Amma kəsməyə qıymıram hələ də. Gəlin bir ay ərzində nələr olub özət keçim. Dəmir darvaza qoyuldu, ustalar üçün oturmağa yer və mini visi tikildi. Bünövrə qazıldı, armatur vuruldu, beton töküldü. Oktyabrın 21-dən bu günə bir ay ərzində 1-ci mərtəbəni tikib bitirdilər artıq. Bu sırada fikirlərim o qədər dəyişdi ki, sonda Tural dilə gəldi. Fatimə qurban olun bəsdir dayı. Qaynatam isə bəsdir nazından oynadıq dedi. 1-ci mərtəbə tam hazırdır artıq. Bugünə qədərki xərcimiz sponsorsuz 26 min manat oldu. Sonuncu 7 min manatı betona verdikdən sonra qaynatam dedi ki, dur getdik dikt almağa. Bəs sən nə bilmişdin? Elə bilirdin ev tikmə 2/2-dir. Mən də dedim hə. Çünki Abşeron Ticarət Mərkəzi var. Ən münasib qiymətə hər şey var orada. Üstəlik baş sponsorumuz. Getdik Abşerona. Bir dənə görsək yaxşıdır. Burada ticarət mərkəzi mi deyim, ya əyləncə mərkəzi mi? Bura daxil olanda elə bir başqa ölkədə gəzirsən. Hər şey o qədər özəlinə dizayn olunub ki, həm ziyarət, həm ticarət sözü Abşeron Ticarət Mərkəzinə aiddir. Buranı gəzdikdən sonra diktimizi alıb gəldik torpağımıza. 2-ci mərtəbə isə gələn ayın sonu bitəcək deyilənə görə. Növbəti videolarda görüşərik. Villa tikirik part 5. Evin gedişatını bölüşmədən öncə ən çox gələn sual torpağı hardan almısınız?
Qaynatamın ad günü oldu və getdik Abşerona elektrik xətlərini alma. O sırada nə gördü? Sürpriz olaraq növbəti partlara dalsın. Part 6-da detallı danışarıq. Tamaldakı evi satıp villa tikirik part 4. Nəyə nə qədər xərcimiz çıxıb? Hamısını bu videoda İlk deyəcəyik. öncə keçək gedişata. 10 gün ərzindəki dəyişimi göstərim sizə. Bu otağa buradan girirdik, indi isə buradan gedirik. Otağın tikintisi tam hazırdır. Bura isə sinema otağı olacaq. Girişi sizcə necə olsun? Bu formada mı idi, yoxsa bu formada mı? İndi isə keçdik qiymətlərə. Bu gördüyünüz dəmirləri arendaya 400 manata götürdük. Pilləkən qiyməti isə 600 manat. Beton isə ən bahalısı oldu 20.000 manat. Diktin qiyməti 3810 manat. Armatur isə 12.000 manat. Bunların hər biri bizə pulsuz gəldi. Çünki Abşeron Ticarət Mərkəzi baş sponsorumuzdur. Yer 2 mərtəbə ev tikmək istəsəniz 60.000, 1 mərtəbə tikmək istəsəniz isə 35.000 manat xərciniz çıxacaq. Bu qiymətləri Abşeron Ticarət Mərkəzindəki aşağı qiymətlərə əsasən deyirəm. Çünki 300 hektar ərazidə nə axtarsanız var. Üstəlik parkinq ödənişsizdir. Bizim evin tikintisi daxil təmir prosesini belə Abşeron Ticarət Mərkəzi ilə edəcəyik. Part 5-də görüşərik. Villa tikiri part 6. Təbrik edə bilərsiniz artıq. Tikinti tamamilə bitdi və 60.000 manata ərsəyə gəldi. Pilləkənlər tikildi. 2 ilə 3-ün arası açıldı. İndi isə sizi şoka salacaq xəbəri vermək istəyirəm. Həyətimiz balacadır deyə dama həyət qurmaq qərarına gəldik. Sorsanız necə? Ağlımdakı fikirlər çoxdur. Bunlar isə bir neçə nümunədir. Gəlin birlikdə seçək. Əslində istəyirəm ki, yuxarıda uşaqlar üçün qum sahəsi hazırlayım ki, oynaya bilsinlər. Sizcə hansı olmalıdır? Bunu da qeyd edim ki, belə bir teras ərsəyə gətirmək üçün hardasa 5000 manat düşünüb qaynata. Və son lazımlı olan məhsulları qırışa-qırışa getdik Abşeron Ticarət Mərkəzindən almağa. Niyə qırışırıq? Çünki Ülvi deyir, lazım deyil oranı tikməyə. Mən deyirəm tikək. Sonda mənə qıya bilməyib, gəldi kənara vuracağımız kubikləri almağa. Maşallah, ərazinin böyüklüyündən mi danışım, yoxsa çeşidin bolluğundan mı? Düşünməyin ki, burada təkcə təmir materialları var. Əslində burada tikinti materialları da geniş çeşiddən mövcuddur. Tol, dik, armaturlar, sement və daha bir çox tikinti məhsulu sizləri gözləyir. Ev tiksəniz, çöpünə qədər gəlib alıb istifadə edə bilərsiniz. Biz məhsullarımızı aldıq, keçirik təmir prosesinə. Artıq təmirin detalları və qiyməti Part 6-da izləməyə davam edin.